Axşamınız xeyir olsun, əziz tamaşaçılar, məktəblilər və valideynlər. ASTV efirində Əlaçı verilişi devamınız xoş gəlmisiniz. Yəqin bilirsiniz ki, Əlaçı dünyanın 20'den çox ölkəsində yayımlanan Brainest oyununun lisenziyalı milli versiyasıdır. Bizim əsas tərəfdaşımız isə Respublikanın Təhsil Nazirliyidir. Həmçinin böyük təşəkkürlərimiz əlbəttə ki, çəkilişlərin baş tutduğu Crystal Hall'un bütün heyətinədir. Bilənlər bilir, Əlaçı məktəbliləri üçün intellektual oyundur. Bu mövsümdə də 13 veriliş olacaq və əlbəttə ki, ölkəmizin dörd bir tərəfindən oyuna qatılmış 144 nəfər məktəbli mövsümün qalibi olmaq arzusundadır. 12 seçim oyunundan sonra qaliblər super finalda çempion adı uğrunda mübarizə aparacaqlar. Mövsümün qalibinin hədiyəsini isə əlbəttə ki, Respublikamızın Təhsil Nazirliyi təqdim eləyəcək. Yeni mövsüm, yeni veriliş və tam yeni 12 nəfərdən ibarət, 12 əlaçıdan ibarət mükəmməl heyət. Gəlin onlarla tanış olaq. Beləliklə alqışlarımızla Kəlbəcərdən Rəşad Təhməzli. Salam, mən Kəlbəcər rayon 36 sayılı tam orta məktəbinin şagirdiyəm. Keçən Respublika Fənn Olimpiadalarında ikinci yerə çıxmışam. Və mən buradan məni izləyən bütün yaxınlarıma, dostlarıma və müəllimlərimə bildirmək istəyirəm ki, inşallah bugün onların ümidlərini pusa çıxarmayacağım. Biz də buna çox ümid edirik. Bakıdan Nicat Əhmədli. Salam, mən Nicat Əhmədli. Türkiyə Diyanət Vəkili Bakı Türk Liseyinin 10-cu sinifində təhsil alıram. Boş vaxtlarımda intellektual oyunlarla maraqlanıram. Bütün iştirakçılara uğurlar. Çox təşəkkür edirik. Çox sağ olun. Sumqayıtdan Aytac Həsənli. Alqışlarımız Aytac üçün. Salam, mən Sumqayıt şəhər Nizami Gəncəvad, Neft Texniki və Təbiət Elmləri liseyindən gəlmişəm. Mən əminəm ki, Azərbaycanın parlaq gələcəyi bizimlə gələcək. Bugün iştirakçıların hər birinə uğurlar arzulayıram. Necə deyərlər, əlaçı aparsın. Aparsın, biz də bunlar razıyıq. Bakıdan Ləman Həsənli. Salam, mən Ləman. Kimya Biologiya təmayüllü Respublika liseyində təhsil alıram. Burada müəllimlərimə və dostlarıma salamlar. İnşallah müəllimlərimin ümidlərini uça çıxarmaram. Sizə uğurlar. Bakıdan Mirzə Mehdi Kərimov. Salam, mən Mirzə Mehdi Kərimov. Türkiyə Diyanət Vəkili Bakı Türk Liseyinin 10-cu sinif şagirdiyəm. Hamı kimi mən də əlaçı adı uğrunda mübarizə aparıram. Boş vaxtımda kompüter oyunları oynayıram. Ümid eləyirəm ki, bugün də yaxşı olur. Təki olsun. Saatlıdan qonağımız var. Bəxtiyar Nəzərli gəlib. Salam, mən Bəxtiyar Nəzərli. Saatlıdan Əl-Sultanlı kənd tam orta məktəbindən yarışa qatılıram. Qatılmaqda əsas məqsədim məktəbimin uğurlarına daha birisini əlavə etmək. Ümidvaram ki, bu sizdə alınacaq. Lənkərandan da gələn var. Cavid Xasızadə. Salam, mən Cavid Xasızadə. Lənkəran rayon İstər liseyindən buraya gəlmişəm. Lənkərandan sizə uzaq dolusu salamlar gətirmişəm. Çox sağ olun. Və bu yarışmada qalib gələcəyimə inandım. Biz sizə uğurlar arzulayırıq və Lənkərana da bizdən salamlar. Bakıdan Kənan Rəsulzadə. Salam, mən Kənan Rəsulzadə, Bakı şəhəri 270 nömrəli orta məktəbin 16 sinif şagirdiyəm. Boş vaxtlarımda daha çox futbola baxmağı sevirəm. Fənərbağçı komandasını azərkeşlik edirəm. Buradan da Fənərbağçı azərkeşlərinə salam deyirəm. Çox sağ olun. Oğuzdan qonağımız var. Rafael Əliyev. Tam adım Rafaeldir. Oğuz şəhərindən gələm. Sarı tam orta məktəbin şagirdiyəm, 10 sinif şagirdiyəm. Və şəhərimə uğur var qazandırmağa gəlmişəm. Çox sağ olun. İsmayıllıdan isə Murad Ağazadə gəlib. Salam, mən İsmailli şəhər 6 sayılı tam orta məktəbin 10-cu sinif şagirdiyəm. Bütün iştirakçılara uğurlar arzulayıram, amma bunu demək istəyirəm ki, bugün qalibiyyətin açarı məhz məndədir. Onu möhkəm saxlayın. Qubadan da gələn var. Şamil Nəbiyev. Salam, mən Şamil Nəbiyev. Bu oyuna gəlmişəm.
Çünki mən özümü sanıram əlaçı. Sonunda da ümid edirəm ki, təbrik edər mənə Parici. Siz şeirlə danışırsınız, siz şairsiniz. Bunu yoxlayarıq. Sumqayıtdan Leyla Mircəfərova. Əvvəla hamını salamlayıram. Mən Sumqayıt şəhər 5 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdiyəm. Və məktəbimizin başda direktoru Bəşir müəllim olmaqla bütün müəllim kollektivinə salamlarımı göndərirəm və buradakı bütün iştirakçılara içində mən olmaqla hamıya uğurlar arzulayıram. 12 nəfər əlaçı və yalnız onlardan biri bugünkü verilişimizdən bax bu əlaçı diplomu ilə ayrılacaq. Əziz dostlar, sizinlə az da olsa tanış olduq. İndi isə qaydalarla tanış olmağın əsl zamanıdır. Belə ki, bizi sizinlə bərabər qarşıda 3 raund gözləyir və sizdən yalnız bir nəfər bugünkü oyunun qalibi olacaq. Birinci raundda siz 4 cavab versiyası olan 12 sual eşidəcəksiniz. Hər suala cavab vermək üçün sizin 5 saniyəniz olacaq. Hər doğru cavabı üçün siz 1 bal qazanacaqsınız. 12 sualdan sonra. Əgər nəticə göstərmiş 6 iştirakçı mübarizəni ikinci raundda davam etdirəcəklər. Beləliklə, mən oyuna başlamaq istəyirəm. Siz hazırsınız? Bəli. Odur ki, biz başlayırıq. Diqqətli olun. Birinci sual. Hansı film Səməd Vurğunun Komsomol poemasının motivləri əsasında çəkilib? Axırıncı aşırım, Qəm pəncərəsi, 7 oğul istərəm, Bəxtiyar. Hansı film Səməd Vurğunun Komsomol poemasının motivləri əsasında çəkilib? Doğru cavab. 7 oğul istərəm və 4 nəfər düz cavab verdi. Növbəti sual. Hansı Amerikalı şahmatçı dünya çempionu olub? Samuel Reshevsky, Paul Morphy, Reuben Fine, Bobby Fischer. Hansı Amerikalı şahmatçı dünya çempionu olub? Vaxt tamamdır. Doğru cavab. Bobby Fischer, 7 nəfər onu tanıyırmış. Üçüncü sual. 18-ci əsrdə hansı qardaşlar hava şarı vasitəsilə uçmağa nail olmuşdular? Montgolfier, Wright, Grimm, Warner. 18-ci əsrdə hansı qardaşlar hava şarı vasitəsilə uçmağa nail olmuşdular? Vaxt bitdi. Düzgün cavab olmalıydı. Montgolfier və yalnız 3 nəfər doğru cavabı bilirmiş. Dördüncü sual. Asiya qitəsinin ucqar qərb nöqtəsi hansı burundur? Bala, Bata, Baba, Bara. Asiya qitəsinin ucqar qərb nöqtəsi hansı burundur? Bitti vaxt. Doğru cavab. Baba və 11 nəfər düz cavab verdi. Bravo. O bir nəfər kim idisə, hələ ki bu mövzunu deyəsən keçməyib. Davam eləyək. 5-ci sual. Fransız riyaziyyatçısı Fermat'ın adı nədir? Pierre, Paul, Perrin, Patrick. Fransız riyaziyyatçısı Fermat'ın adı nədir? Vaxt bitdi. Doğru cavabı isə Pierre və 5 nəfər düz cavab verdi. 6-cı sual. Hansı İtalyan yazıcısı Qızılgül'ün adı romanını yazıb? Italo Calvino, Umberto Eco, Boccaccio, Raffaello Giovannioli. Hansı İtalyan yazıcısı Qızılgül'ün adı romanını yazıb? Doğru cavab olmalıydı. Umberto Eco və yalnız 3 nəfər bu ədibi tanıyır. 6 sual bitdi. Nəzərlərimizi yönəldək oyuncu cədvəlinə görək indi vəziyyət necədir. Belə ki,
Rəşad Təhməzli 6 bal. Mükəmməl. Bütün sualları bilir Rəşad. Nicat Əhmədli 4 bal. Bəxtiyar Nəzərli 4 bal. Kənan Rəsulzadə 3 bal. Rafael Əliyev 3 bal. Və Şamil Nəbiyev 3 bal. Hələ ki vəziyyət belədir, amma davam edirik. Hələ hər şey əldədir. 7-ci sual. Qazax, Qarabağ və Gəncə dialektləri dilimizin hansı dialektinə aiddirlər? Şimal, Qərb, Cənub, Şərq. Qazax, Qarabağ və Gəncə dialektləri dilimizin hansı dialektinə aiddirlər? Doğru cavab Qərb və 10 nəfər düz cavab verdi. 8-ci sual. Üzeyir Hacıbəyevin Sənsiz və Sevgili Canan romansları kimin qəzəlləri əsasında yazılıb? Xaqani, Nəsimi, Füzuli, Nizami. Üzeyir bəy Hacıbəylinin Sənsiz və Sevgili Canan romansları kimin qəzəlləri əsasında yazılıb? Doğru cavab Nizami və cəmi 3 nəfər bu cavabı bilirmiş. Davam eləyək, növbəti sual. Hansı sözdə orfoqrafik səhv var? Şose, talasimiya, musson, ssenari. Hansı sözdə orfoqrafik səhv var? Vaxt bitdi. Düzgün cavab. Şose və 9 nəfər düz cavab verdi. İndi isə əlbəttə ki, oyuncu cədvəlinə bir də baxacaq. Beləliklə, Rəşad Təhməzli 8 bal. Nicat Əhmədli 6 bal. Bəxtiyar Nəzərli 6 bal. Kənan Rəsulzadə 5 bal. Hələ ki onlar liderlik edir. Daha 3 sual gözləyir bizi. Diqqətli olun, 10-cu sual. Megre, Rex və Katanini nə birləşdirir? Kapitan, komissar, kapral, komandir. Megre, Rex və Katanini nə birləşdirir? Vaxt bitdi. Doğru cavab komissar 10 nəfər düz cavab verdi. 11-ci sual. Hansı iki ədədin kvadratlarının cəmi 97-dir? 6 və 7, 8 və 6, 9 və 4, 5 və 3. Hansı iki ədədin kvadratlarının cəmi 97-dir? Vaxt tamamdır. Doğru cavab 9 və 4 və 8 nəfər bunu düzgün cavablandırdı. 12-ci, sonuncu sual. Hansı sosial şəbəkəni internetin SMS-i adlandırırlar? Facebook, Pinterest, Twitter, MySpace. Hansı sosial şəbəkəni internetin SMS-i adlandırırlar? Vaxt bitdi. Doğru cavabı isə Twitter'dı və yalnız 3 nəfər düz cavab verdi. Birinci raundun sonu. Sonuncu 12 sualı da eşitdik və cavablandırdıq. İndi isə gəlin oyuncu cədvəlinə nəzər yetirək və görək. İkinci raundda kiminlə oynayacağıq? Beləliklə, Rəşad Təhməzli 10 sual. Nicat Əhmədli 8 doğru cavab. Bəxtiyar Nəzərli 7 bal. Kənan Rəsulzadə 7 bal. Bəli, bu 4 nəfər artıq ikinci turda öz yerini qətiləşdirib. Digər 2 nəfər üçün isə biz əlbəttə ki tie-break keçirməliyik. Çünki 4 nəfər oyuncu eyni miqdarda bal toplayıblar və heç cürə öz yerini müəyyənləşdirə bilməyib. Kimdir onlar? Mirzə Mehdi Kərimov, alqışlarımız, Cavid Xasızadə, Rafael Əliyev və Leyla Mircəfərova.
Dostlar, siz indi ekrana diqqətlə baxın. Sizə kiçik bir misal üzərində tie-break'ın nə olduğunu anlatmağa çalışacağım. Gördüyünüz kimi yeməklər və ölkələr düzülüb. Siz onları bir-birinə uyğun şəkildə düzməlisiniz. Yəni, pizza İtaliyada yeyilir, xaçapuri Gürcüstanda, lahmacun Türkiyədə, jülyen isə Fransada. Bu kiçik bir misal idi. İndi isə diqqətli olun. Sizin üçün hazırlanmış tapşırıq belədir. Gördüyünüz kimi ay və fəsillər. Əslində isə ardıcıllıq necə olmalıdır? Əvvəlcə onu bilək. Aprel yaz ayıdır, iyul yay, noyabr payız, fevral isə qış. İkinci tura keçən 5-ci oyuncunun kimliyini bilmək istəyirsinizsə ekrana diqqətlə baxın. Cavid Xasızadə, ikinci tura xoş gəldiniz. Və Rafael Əliyev, sizi də görməyə çox şad olacaq. O ki qaldı bizim digər oyuncularımıza. Mirzə Mehdi Kərimov, Leyla Mircəfərova, Aytaç Həsənli, Ləman Həsənli, Murad Ağazadə və Şamil Nəbiv. Dostlar, çox maraqlı oynuyordunuz və ümidvaram ki, sizi hələ gələcəkdə böyük uğurlar gözləyir. Bir daha alqışlar, mən sizin üçündür. Digər 6 nəfərlə isə biz ikinci raundda mütləq görüşəcəyik. Əlaçı verilişinin ikinci raunduna xoş gəlmişsiniz. Bu raundda bizimlə 6 oyuncu oynayır. Cavid Xasızadə, Rafael Əliyev, Rəşad Təhməzli, Nicat Əhmədli, Bəxtiyar Nəzərli və Kənan Rəsulzadə. Hörmətli əlaçılar, siz hər biriniz 2 mövzuda yarışacaqsınız. Amma biz bilmirik birinci mövzunu kim seçməlidir. Yəqin ki, siz də bilmirsiniz. Bunu bilmək üçün sizinlə kiçik bir tapşırıq yerinə getirməliyik. Yəni, siz şifrəni qırmalısınız. Hansı şifrəni? Bax, bunu bilmək üçün kiçik bir misal üzərində sizi ekranda gördüyünüz tapşırıqla tanış eləyəcəm. Rəqəmlər və hərflər həftənin günü 5 hərfdir. Siz 9 rəqəmindən Ş, 3 rəqəmindən Ə, 7 rəqəmindən N, 1 rəqəmindən B, 3 rəqəmindən Ə hərfini götürüb şənbə sözünü əmələ gətirirsiniz. Bu sadə bir misal idi. Diqqətli olun. Əsas tapşırıq belədir. 7 hərf bizimlə qonşu ölkə. Beləliklə dostlar, ardıcıllıq bəllidir. Doğru cavab isə gəlin baxalım. Əlbəttə ki, 7 hərfdən ibarət Türkiyə. Gəlin baxaq görək bu sözü kim birinci deşifrə edə bildi. Cavid Xasızadə. Mövzunu da birinci məhz o təyin eləyəcək. İkinci oyuncumuz Nicat Əhmədli. Üçüncü oyuncumuz isə Rəşad Təhməzli. Dördüncü mövzu təyin eləyəcək Kənan Rəsulzadə. Beşinci isə Bəxtiyar Nəzərli və əlbəttə məlum olduğu kimi 6-cı Rafael Əliyevdir. Diqqətinizi bir daha ekrana yönəltmək istəyirəm, çünki biz ikinci raundun 12 mövzusu ilə tanış olacağıq. Beləliklə, Azərbaycan dili, biologiya,
idman, ümumi bilik, fizika, musiqi, riyaziyyat, dillər, coğrafiya, məşhur insanlar, tarix və kimya. Biz əlbəttə ki, mövzunu birinci təyin eləyəcək Cavid Xasızadə ilə başlayacağıq ikinci raunda. Cavid, ikinci raunda və Əlaçıya bir daha xoş gəlmişsiniz. Son. Lənkəranda vəziyyət necədir? Yaxşıdır. Salam göndərmək istədiyiniz xüsusi bir şəxs varmı? Mən buradan öz sinif yoldaşlarıma və müəllimlərimə salam göndərirəm. Çox sağ olun. Cavid, alqışlar sizindir. Hər kəs öz gələcəyini bir şəkildə görür. Siz öz gələcəyinizi hansı şəkildə görürsünüz? Mən öz işinin layiqincə yerinə yetirən iqtisadçı kimi görürəm. İqtisadçı? Bəli. Siz müəyyən reformalar, yeniliklər eləmək istəyirsiniz dünya iqtisadiyyatında, yoxsa artıq planlarınız varmı? Plan hələ yox, amma çalışacağam eləyim nəsə. O zaman gələcəyin iqtisadçısı 12 mövzu içərisindən hansını oynayacaq? Coğrafiya. Coğrafiya mövzusu. Uğurlu olsun sizin üçün Cavid və sizin 45 saniyəniz olacaq. Beləliklə, başlayaq. Praqa şəhəri hansı dövlətin paytaxtıdır? Düzdür. Ən qalın buzlaq hansı materikdədir? Antarktida. Düzdür. Laboratoriya şəraitində sıxurların hansı yaşı təyin olunur? Mütləq yoxsa nisbi? Mütləq. Düzdür. Skala neçə saat var? 24. Düzdür. Qərib külələr cərəyanı neçə okeandan keçir? Hamısını. 3. Eksogen güvvə nədir? Daxilsə xarici proses. Xarici. Düzdür. Sarısı gölü hansı mənşəlidir? Buzlaq. Axmaz. Alçaq təzyiq sayəsində hansı hava yaranır? Düzdür. Cenevre gölü hansı dağda yerləşir? Ağrı dağ. Alp dağında. Hansı külək gündüz sudan quruya doğru əsir? Briz. Düzdür. Greenwich meridianı hansı okeanı kəsir? Atlantik yoxsa sakit? Atlantik. Düzdür. Cavid Xasızadə 8 bal toplaya bildiniz. İkinci oyuncumuz isə Nicat Əhmədlidir. Nicat, xoş gəlmişsiniz Əlaçıya. Xoş gördük. Bilirəm ki, kitab oxumağı, mütaliə etməyi çox sevirsiniz. Bəli. Əgər özünüz kitab yazsaydınız, o nə haqda olardı? Çox ehtimal özünün ən sevdiyi janrlardan biri olan dedektiv janrında olardı. Özümdən bir obraz yaradıb ona müxtəlif hekayələr gətirərdim, yəni belə. O obraz sizin özünüzə oxşayardı mı? Bəzi xüsusiyyətlərə, amma yəni yazdığıma görə ona daha çox xüsusiyyət verərdim, ümid edirəm ki. Yaxşı, siz özünüzdə olmayan hansı xüsusiyyətin ümumiyyətlə sizə məxsus olmasını istəyərdiniz? Vallahi indi dəqiq deyə bilməyəcəm sizə, yəni özümdən razıyam. Özünüzdən razısınız? Bəli. Məncə bu alqışa layiqdir, heç ki. Çox adam özündə qüsurları görür, yəqin ki, siz indi özünüzə tam əmin şəkildə sizə uyğun olan mövzu seçəcəksiniz və biz oynayacağıq. Baxın mövzularımıza. Məşhur insanlar. Məşhur insanlar. Diqqətli olun. 45 saniyə oynayacağıq. Hazırda Türkiyə Cümhuriyyətinə kim rəhbərlik edir? Rəcəb Tayyip Erdoğan. Düzdür. Dövlət himimizin sözləri hansı şairə məxsusdur? Düzdür. Teymurilər dövlətinin əsasını kim qoyur? Əmir Teymur. Düzdür. Xosar Alkapablanka hansı oyun üzrə dünya çempionu olub? Düzdür. Dünyada ilk qadın kosmonavt kimdir? Trişkova. Tensik Norgay və Edmund Hillary hansı zirvəni fəth eləyən ilk insanlardır? Camal Nurman. Düzdür. Facebook sosial şəbəkəsini yaratmış Markın soyadı nədir? Düzdür. Hansı antikali mexanika və hidrostatikanın əsaslarını qoyub? Düzdür. Ronald Reagan hansı dövləti şəhər imperiyası adlandırmışdır? Rusiya. Düzdür. Bakıda hansı məşhur serb əsilli ixtiraçıya heykəl qoyulub? Lev Landau. Nikola Tesla. Ay sanatasını hansı Alman bəstəkarı yazıb? Johann Sebastian Bach. Beethoven. Bu minvalla Nicat Əhmədlinin də 8 balı var. Rəşad Təhməzli. Rəşad, bildiyimə görə siz IQ testdən keçəndə 157 bal toplamışsınız. Gəlin açıqlayaq, bəlkə bilməyənlər var, bəlkə həqiqətən də açıqlamağa ehtiyac var. IQ test nədir? IQ test insanların məntiqini, it məntiqini və zəkasını sınayan bir testdir. Orada insanların məntiqdən necə, yəni quraşdırdıqlarını, yəni necə məntiq qabiliyyətlərini önə çıxarmaq üçün olan bir test. Nəzərə alsaq ki, ən maksimal göstərici 160 olub və sizin 157 toplamağınız mənə elə gəlir ki, bu alqışa layiq bir göstəricidir.
Yaxşı, belə sual verim. O testi harda keçmişsiniz? Bəlkə biz də keçəcəyik, bəlkə bizdə də bir 160. Kompüterdə ilə. Kompüterdə. Sizcə bizdə alınar? Bizə inanırsınız? Bəli. Biz də sizə inanırıq və istəyirik indi ki, mövzu sizə uğur gətirsin, Rəşad. Baxın mövzularımıza. İdman. İdman mövzusu. Olsun idman, uğurlar sizə Rəşad və 45 saniyə ərzində oynayacağıq. Giro d'Italia velosiped yarışması hansı ölkədə keçirilir? İtaliya. Düzdür. Ölkəmizdə futbola hansı rəsmi qurum nəzarət edir? AFFA. Düzdür. Paris Saint-Germain handbol klubu hansı paytaxt şəhərini təmsil edir? Düzdür. Ötən il 28 iyunda ölkəmizdə hansı mötəbər idman turniri keçirildi? Avropa oyunları. Düzdür. Yürüyüş trası Rustavi hansı qonşu ölkədə yerləşir? Düzdür. Yerin ekvatorla nisbətən hansı yarımkürəsində Arktika rallisi keçirilir? Pas. Şimal. Krasovka qeyd idman ayaqqabılarının adları hansı dildən gəlmişdir? İngiliz. Düzdür. FİDE hansı stol üstü oyun üzrə beynəlxalq təşkilatdır? Düzdür. Kürə var çəkmə bazası hansı şəhərdə yerləşir? Mingəçevir. Düzdür. Hansı oyun adı ingilis dilindən baza topu kimi tərcümə edilir? Pas. Beyzbol. Voleybol üçün hansı alət karkas ətrafı çəkilmiş, alt tərəf paneldən ibarətdir? Pas. Top. İnanın ki, sizin də eyni 8 xalınız var. Hələ ki, Cavid, Nicat və Rəşad eyni miqdarda 8 bal toplaya biliblər. Davam edirik Kənan Rəsulzadə ilə. Kənandan həyatdakı əsas məqsədini soruşanda yaxşı bir iş demişsiniz, deyil mi Kənan? Nə deməkdir yaxşı bir iş? Yəni o sözün formulunda hansı mənada dayanır? Yəni gələcək həyatımda öz bacarığımı göstərə biləcəyim və uğur qazana biləcəyim bir iş. Yəni öz həyatım. Belə sual verim, siz hansı sahədə özünüzü görürsünüz? Ümumiyyətlə, hansı ali məktəbə qəbul olmaq istəyirsiniz? Daha çox iqtisad sahəsində özümü görürsünüz. Daha bir iqtisadçı. Aha, Cavidin rəqibi və bəlkə də gələcək həmkarı ola bilərsiniz. Mövzular içərisində sizə yaxın olan mövzu hansıdır? Tarix. Tarixi yaxşı bilirsiniz? Müəyyən qədər. İndi biz baxacağıq. Diqqətli olun. Tarix mövzusu və 45 saniyə. Ölkəmizdə qanunverici hakimiyyət kimə? Düzdür. Milli mətbuatın banisi kimdir? Həsən Bezərdalı. Düzdür. 18 oktyabr tarixində hansı bayramı? Düzdür. Roman və sülaləsindən birinci Pyotr hansı dövlətin imperatoru olub? Rusiya imperiyası. Düzdür. Pənahəli xan hansı dövlətin ilk hökmdarı olub? Şəki xanlığı. Qarabağ xanlığı. Şəki şəhərinin qədim adı necə olmuşdu? Pas. Nuxa. 9 Termidor və 18 Brümer çevrilişi hansı dövlətə aiddir? Fransa. Düzdür. Biyar nədir? Mükəlləfiyyət. Məcburi iş. Kaspi gəmiçilik şirkətinin sahibi hansı milyonçu olub? Tağıyev. Düzdür. Rusiya ordusunun 366-cı moto atıcı alayı xalqımıza qarşı hansı qırğında iştirak edib? Düzdür. Nadir Şah hansı kütləsinə mənsub olub? Əfşar. Düzdür. Maldarlıqla məşğul olan kəndə necə adlanır? Çobanbəyi. Səhvdir, Elat. Kənanın da 8 xalı var. Bəxtiyar Nəzərli. Alqışlar sizindir. Bəxtiyar deyir ki, ən sevdiyi fən idman fənnidir. Müəlliminiz də biz tanış eləyin, adı nədir? Niyazi müəllim. Salam, Niyazi müəllim. Ona salam göndərmək istəyirsiniz? İstəyirəm. Buyurun. Salam göndərəm buradan Niyazi müəllimə. Bir də mən azarkeşlik eləyən dostlarıma. Kiminlə gəlmişsiniz bugün verilişə? Azarkeşlik eləyən dostlarımız deyəndə? Müəllimlərim, sinif yoldaşlarım və dostlarım. Eşidək onları. Çox sağ olun. İdmanın hansı növü sizi daha çox maraqlandırır? Futbol ən çox. Hansı kluba, hansı komanda? Real'a azarkeşlik eləyirəm və Real azarkeşlərinə salamı çatdırırım. Varmı burada Real'ı dəstəkləyənlər? Mövzular içərisində hansı sizə xoşdur? Azərbaycan dili. Azərbaycan dili. Uğurlar sizə Bəxtiyar və 45 saniyə olacaq sizdə. İsmin hansı hallı hərəkətin istiqamətini bildirir? Düzdür. Məsdər təyin ola bilərmi? Xeyr. Düzdür. Sanki hansı nitq hissəsidir? Modal söz. Düzdür. Quzey sözünün antonimi nədir? Güney. Düzdür. Da sözü yerinə görə həm dad, həm də nə kimi işlənir bilər? Düzdür. İkinci dərəcəli üzvlərin də iştirak etmələrə nə deyilir? Geniş cümlə. Düzdür. Nə yoğurdum, nə yapdım, hazırca tamamlayın. Kökə tapdım. Düzdür. Açıq sahid hansıdır, o yoxsa ü? O. Düzdür. Məsələlərin hansı məna növünə aiddir? Dəqiqləşdirici. Düzdür. 1939-cu illərdə ölkəmizdə hansı əlifbadan istifadə olunur? Pas. Latın. Bir çox dünya xalqlarının dilində işlənən sözlərə nə deyilir? Pas.
Beynəlmiləl sözlər. Afəra sözü hansı nitq hissəsidir? Nida. Düzdür. Bəxtiyar, hələ ki ən yaxşı 10 bal toplamısınız. Rafael Əliyev, alqışlarımız onun üçün. İlk dəfədir ki, televiziyaya çıxır Rafael. Mənə elə gəlir ki, bu yaraşıqlı əlbisə də məhz həmin ilk dəfəni simvolizə edir, deyilmi? Ola bilər. Rafael, özün haqqında biraz məlumat verin. Və yeri gəlmişkən, ilk dəfə çıxırsınız. Bu debütdür əslində televiziyada. Həyəcanlısınızmı? Nəyi görməyi gözləyirdiniz və onu görmədiniz və yaxud əksinə? Yox, belə. Özümə inanıram. Yəni, həyəcan yoxdur. Həyəcan yoxdur. Xeyr. Yəni, Oğuz şəhərinə, əsasən başda ailəm olmaqla və şahidlərə, yəni sinif yoldaşlarıma, bütün Oğuz rayonun məktəblərini və müəllimlərimə salam söyləyirəm. Bir də buradan Ukraynanın Odessa şəhərində yaşayan, yəni qalan atam və anama salam söyləyirəm. Biz də onları salamlayırıq məmnuniyyətlə. Rafael, mövzulara da bir baxmanızı xahiş edirəm. Hansı mövzunu oynayacaq? Kimya. Kimyanı yaxşı bilirsiniz. Uğurlar. Silikat sənayesi hansı elementin adı ilə bağlıdır? Silisium. Düzdür. Ağ, qırmızı və qara fosfor Fosfor. hansı elementin? Düzdür. Bulaq suyu saf maddədir yoxsa kimyəvi qarışıq? Qarışıq. Düzdür. Qələvi metalların oksidləri sıxılınca həll olurlar. Yaxşı. Düzdür. CO birləşməsində oksigenin valentliyi neçədir? Düzdür. Su qazından sənayede nə kimi istifadə edirlər? Buxar. Yanacaq kimi. Silisium və karbon elementlərində hansı daha güclü qeyri-metaldır? Flor. Karbon. Düzdür. Bir oksid molekulun neçə növ atomdan ibarətdir? 2. Düzdür. Karbonun hansı şəkildə erişməsi adsorpsiya edici qabiliyyətə malikdir? Karbit. Səhvdir, kömür. İyon rabitəli birləşmələr molekülər quruluşudur yoxsa qeyri-molekülər? Qeyri-molekülər. Düzdür. Rafael, sizin də 8 balınız var. Və biz indi ikinci dövr oynayacağıq sizinlə bərabər. Amma buna keçməzdən öncə gəlin bir oyuncu cədvəlinə baxaq, görək sizin mövqeləriniz necə dəyişib. Beləliklə, Bəxtiyar Nəzərli 10 bal. Cavid, gördüyünüz kimi sizin topladığınız 8 bal bir ənənənin əsasını qoydu və hamı 8 bal toplamaq qərarına gəldi. İkinci dövrədə siz neçə bal toplamaq niyyətindəsiniz? 5-6, maksimum 6. Yox, olsa əlbəttə çoxunu istəyərəm. Etiraz eləməzsiniz. Əlbəttə. Hansı mövzunu oynayacaq? Riyaziyyat. Riyaziyyat. Uğurlar sizə Cavid. Tək ədədlə, tək ədədin cəmi cüddür, hökmü doğrudurmu? Bəli. Düzdür. Ən kiçik 2 rəqəmli ədəd hansıdır? 11, 10. Düzdür. Milyon mindən neçə dəfə çoxdur? 1000 dəfə. Düzdür. Kör bucaqlı 3 bucağın neçə iti bucağı var? 2 dənə. Düzdür. 2 manat neçə qəpikdir? 200. Düzdür. 800 ədədindən neçə yüzlük var? 8. Düzdür. 55-ə çə bölsək qalsa nə qalır? 4. Səhvdir 1. Dairənin neçə simmetriyə oxu var? 2 dənə. Sonsuz sayda. Median üçbucağın sahəsini yarı böldürür kimi doğrudurmu? Xeyr. Səhvdir, bəli. 5 dovşan neçə qulağı var? 10 dənə. Düzdür. Dırbucaqlıda neçə diagonal olur? 2 dənə. Düzdür. Cavid, siz ənənəyə sadiq qaldınız və yenə 8 bal toplaya bildiniz. İndi sizin 16 xalınız var. Nicat Əhmədli. Bəli. Birinci dövrə sizin üçün uğurlu oldu mu sizcə? Təxminən. Nə sizə mane olur öz biliklərinizi maksimum sərgiləyəsiniz? İndi həyəcan biraz, hani zəiflədir. Yenə varmı həyəcan? Nisbətən azaldı. Hansı mövzu sizi daha az həyəcanlandırır? Dillər mövzusu. Səsəs. Dillər? Bəli. Uğurlar sizə, dilləri oynayacağıq və 45 saniyəniz olacaq. Dante Alighieri hansı ədəbi dilin banisidir? Fransız. Səhvdir, İtalyan. İngilis dilinin Çinglish variantı hansı dilin təsiri ilə yaranıb? Çin dili. Düzdür. Gabriel Garcia Marquez'in 100 il tənhalıq əsəri hansı İspan. dildə yazılıb? Düzdür. Lermontov nəyin Asiyadakı rolunu fransız dilinin Avropadakı rolu ilə müqayisə edirdi? Pas. Azərbaycan dili. Dublinlər əsəri İngilis yoxsa İrland dilində yazılıb? İrland. Xeyr, İngilis. Dilçilik və ya dilşünaslıq elminin digər adı nədir? Leksikologiya. Lingvistika.
dilimizin türk dillərinin hansı qrupuna daxildir? Oğuz. Düzdür. Hansı dildə təşəkkür etmək istəsəniz, Dankeschön deməli olacaqsınız. Alman. Düzdür. Divan Lüğət Türk əsərini 11-ci əsrdə kim Mahmud yazmışdır? Kaşqari. Düzdür. Mavritaniyanın rəsmi dili hansıdır? Ərəb yoxsa İngilis? Düzdür. Portalca yazılmış Əlkimiyyət əsərinin müəllifi Coelho hansı Cənubi Amerika ölkəsindəndir? Kolumbiya. Xeyr, Braziliya. Bu minvalla Nicat Əhmədli 6 bal toplaya bilib. İndi onun 14 balı var. Rəşad Təhməzli. IQ-sü 157 olan gənc əlaçı. İndiki mövzular içərisində sizin maraq dairənizə daxil olan varmı? Ümumi bilik. Ümumi bilik. Olsun, 45 saniyeniz yenə olacaq. Abdullah Gülan Türkiyənin dövlət başçısı Türkiyə. olub, düzdür. Sayısına görə Rusiya və Kanadadan sonra 3-cü böyük dövlət hansıdır, düzdür. Qələbə günü hansı tarixdə qeyd edilir? 9 may. Düzdür. İsveç hansı yarımadada yerləşir? Skandinaviya. Düzdür. Artur Toscanini İtalyandır yoxsa Fransız? İtalyan. Düzdür. Boca Juniors futbol klubu hansı Argentina. ölkəni təmsil edir? Düzdür. Naçonlarda Balzak milliyyətçi kimdir? Fransız. Düzdür. Otit hansı orqanın iltihabıdır? Pas. Qulaq. Dünya şöhrətli hansı abidə Hindistan Agra şəhərində yerləşir? Taj Mahal. Düzdür. Əgər İtaliyada ofisarlar sizə tə gətirməsini istəmirsinizsə, siz nə sifariş etmisiniz? Pas. Çay. Rusiyyanın kimyəvi elementi hansı ölkənin şərəfinə Pas. adlandırılıb? Rusiya. Hansı avtomobili markasının Corolla və Camry kimi modelləri var? Pas. Toyota. Çilili şair Pablo Neruda əsərlərini əsasən hansı dildə yazıb? İspan. Düzdür. Rəşad Təhməzli isə 9 bal toplayıb, onun indi 17 xalı var. Oyuncu cədvəlinə bir də nəzər yetirək. İndi vəziyyət belədir ki, Rəşad Təhməzlinin 17 balı var. Cavid Xasuzadə 16 bal. Nicat Əhmədli 14 bal. Hələ ki, bu 3 nəfər siyahıya liderlik eləyir. Amma hələ bizi qarşıda 3 oyuncu ilə ikinci dövr gözləyir. Kənan Rəsulzadə. Həyəcanlısınız. Müəyyən qədər. Evet. Bəs mövzular? Mövzular musiqi. Musiqi xoşlayırsınız? Çox yox amma yəni ofisinə baxanda. Olsun musiqi. Uğurlar sizə. Kimin doğum günü 18 sentyabr ölkəmizdə? Düzdür. Mani 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 mahnısını hansı İsveç qrupu oxuyub? Pas. Abba. Ey həyat sən nə qəribəsən mahnısını hansı məşhur vokal konsertimiz oxuyub? Pas. Qaya. Bas bariton və tenor kişi səs tembrlərdə yoxsa qadın? Kişi. Düzdür. 2015-ci ildə hansı mahnı müsabiqəsində ölkəmizdə Elnur Hüseynov təmsil edirdi? Düzdür. Xanşinski xalq musiqisinin hansı janrında şöhrət qazanıb? Muğam. Düzdür. Astropoviç hansı musiqi alətində ifa edirdi? Kamança. Səhvdir, violonçel. Məşhur La Scala opera teatrı hansı İtalyan şəhərində yerləşir? Milan. Don Juan və Sehirli Flet operalarını hansı Avstriyalı bəstəkar yazıb? Pas. Mozart. Mənim Yeni Orleanda həyatım avtobiografiyasının müəllifi hansı tanınmış cazmendir? Pas. Louis Armstrong. Bu minvalla Kənan, cəmi 4 düzgün cavabınız oldu. Sizin indi 12 xalınız var. Bəxtiyar Nəzərli. Bəli. İdmançı. Bəli. Qismən idmançı. Qismən. Biologiya və fizika. İdmançılar bu iki fəndən hansını yaxşı bilirlər? Heç birini, amma biologiyanı seçəcəm. Olsun biologiya. Heç də asan fən deyil, amma diqqətli olun və 45 saniyəniz olacaq. Banan bitkisi ağacdır, koldur yoxsa otdur? Ağac. Otdur. Yarpaqlar adətən hansı rəngdə olur? Yaşıl. Düzdür. Canlı orqanizmlər 4 aləmə bölürlər. Bakteriyalar, göbələklər, bitkilər və... Mikroblar. Xeyr, heyvanlar. Əsas hissələri erkəcik və daha hansıdır? Dişicik. Bitki hüceyrələri çox kiçik olduğu üçün onlar adətən nə ilə görə bilirlər? Mikroskop. Düzdür. Peyin mineral yoxsa üzvü gibrədir? Üzvü. Düzdür. Fəsildən asılı olaraq bitkilərdə yarpaqların dökülməsinə nə deyilir? Xəzan. Düzdür. İlli yardım halqalarına görə ağacın nəyini təyin etmək olar? Düzdür. Qazaq firması gövdə şəkillərimizdə yoxsa gök? Kök. Xeyr, gövdə. Erkək və dişi çiçəklərinin eyni bitki üzərində yerləşdiyi bitki necə adlanır? Bir evli. Bu da necə ləpəli bitkidir? 2. Bir ləpəli. Yəni baxan bitkisinin vətəni hansı qitədir? Cənubi Amerika. Cənubi Amerika. Amerika. Düzdür. Bəxtiyar Nəzərli 6 xal toplaya bildi və indi onun da 16 xalı var. Rafael, bir siz qalmışsınız.
Bir mən, bir də fizika. Fizika ilə aranız necədir? Babat. Babat. Siz mənə bayaq demədiniz, hansı ali məktəbə qəbul olmaq istəyirsiniz? İnşallah Tibb Universiteti. Aha, o zaman fizika sizin elə bilməli olduğunuz fəndir. Hə. Gəlin yoxlayaq görək indi sizdə fizikadan vəziyyət necədir? Beynəlxalq vahidlər sistemində cismin kütləsi hansı vahidlə göstərilir? Yox, Kilogram. kilogram. Təzyiq vahidi nədir? Pascal. Düzdür. Sürət hansı cihazla ölçülür? Spidometrlə. Düzdür. Səs hadisələrini öyrənən bölmə necə adlanır? Pas. Akustika. Cismə hərəkəti zamanı cızdığı xətt necə adlanır? Trajektoriya. Düzdür. Cismə başqa cisimlər təsir etmədikdə onun sürətini saxlaması hadisəsi necə adlanır? Kapasitem. Ət-alət. Bir kilogram neçə qramdır? 1000. Düzdür. Hansı qüvvənin təsirilə cisim rəqsi hərəkət eləyir? Pas. Elastiklik qüvvəsi kristallaşma fiziki hadisədir, yoxsa fiziki kəmiyyət? Fizik hadisə. Düzdür. Kinetik enerjinin vahidi nədir? Kilojoule bölü mol. Səhvdir joule. İzabar prosesdə hansı kəmiyyət sabit qalır? Pas. Təzyiq. Rafael, siz 5 xal toplayıb, indi 13 bala sahibsiz. İndi biz sizinlə bərabər diqqətimizi ekrana yönəldəcəyik. Çünki oyuncu cədvəlinə baxıb, bugünkü finalda kimlərin oynayacağını biləcəyik. Beləliklə, Rəşad Təhməzli, 17 bal, siz finaldasınız. 16 balla Cavid Xasızadə, finala xoş gəldiniz. Və eyni 16 xalla Bəxtiyar Nəzərli, sizinlə də oynayacağıq. Ki qaldı Nicat Əhmədliyə. Alqışlarımız onun üçün. Rafael Əliyev və Kənan Rəsulzadə. Sizinlə oynamaq və tanış olmaq çox xoş idi. Sizə uğurlar, heç də üzülməyin. Amma sizinlə uşaqlar 3-cü raundda mütləq çox maraqlı oynayacağıq. Əlaçı verilişinin finalındayıq. Bugünkü finalda oynayırlar. Rəşad Təhməzli, Kəlbəcərdən. Bəxtiyar Nəzərli, Saatlıdan. Cavid Xasızadə, Lənkərandan. Dostlar, bilirsiniz ki, bugün sizdən yalnız bir nəfər verilişin qalibi olacaq və mövsümün finalına çıxacaq. Finalın isə çox sadə qaydaları var. Belə ki, mən sizə suallar verirəm və kim qarşısındakı düyməni birinci sıxsa, o cavab hüququnu əldə edir. Düzgün cavab sizə bir xal qazandırır. Səhv cavab versəniz, siz növbəti sualı oynamaq imkanını qaçırırsınız. 6 xalı kim ilk qazansa, o da bugünkü verilişin qalibi olacaq. Beləliklə, sizə uğurlar və biz başlayırıq. Amerika prezidentləri Theodore və Franklin Delano. Bəxtiyar. Roosevelt. Sual isə belə idi. Amerika prezidentləri Theodore və Franklin Delano hansı soyadı daşıyırdılar? Və siz tamamilə haqlısınız. Əlbəttə ki, Roosevelt. Bəxtiyar, artıq bir xalınız var. Davam eləyək. Növbəti sual. Orly aeroportu Fransanın hansı şəhərində yerləşir? Rəşad? Orlean. Xeyr, Rəşad, Parisdə. Növbəti sual. Çilinin paytaxtı hansı şəhərdir? Bəxtiyar? Santiago. Əlbəttə, Bəxtiyar. Bu düzgün cavabdır və Rəşad oyuna qayıdır. Növbəti sual. Hansı müqəddəs kitab 114 surədən? Bəxtiyar? Quran. Hansı müqəddəs kitab 114 surədən ibarətdir? Əlbəttə ki, Bəxtiyar. Bu yenə düzgün cavabdır. Bəxtiyarın artıq 3 xalı var. Cavid, Rəşad, biz sizi gözləyirik. Növbəti sual. Qırat və Dürat hansı? Koroğlu. Rəşad. Qırat və Dürat
hansı qəhrəmanın atlarıdır? Əlbəttə ki, Koroğludan söhbət gedir. Rəşad, bir xalınız artıq var. Davam edirik növbəti sualla. Stres sözündə neçə S hərfi var? Rəşad? 3. Əlbəttə ki, Rəşad. İndi sizin də 2 xalınız var. Cavid isə hələ bilmirəm nəyi gözləyir. Davam edirik. Pinokyo yalan danışanda Rəşad? Burnu uzuyur. Sual isə belə idi. Pinokyo yalan danışanda hansı bədən üzvü uzanır? Siz dediniz? Burnu. Əlbəttə ki, bu düzgün cavabdır. Rəşad gəldi çatdı Bəxtiyara. İndi onun da 3 xalı var. Davam edirik. Nissan şirkəti hansı? Rəşad? Yaponiya. Sual nə idi? Nissan şirkəti Hansı hansı Asiya ölkəsində yerləşir? Və siz dediniz? Yaponiya. Əlbəttə ki, düzgün cavabdır bu. Rəşad, sizin artıq 4 xalınız var. Bəxtiyar, sizin isə 3. Davam edək. Kür və Araz çayları. Rəşad. Subovşan. Kür və Araz çayları hansı rayonun Suqovuşan kəndində birləşirlər? Siz dediniz Suqovuşan və tələsdiniz. Bu səhv cavab isə Sabirabad idi. Rəşad, siz bir sualı oynamışsınız. Davam edirik. Növbəti sual. Bart, Liza və Homer hansı uydurulmuş ailənin üzvləridir? Bəxtiyar? Simpsonlar. Əlbəttə ki, bu düzgün cavabdır. İndi Bəxtiyarın da 4 xalı var və Rəşad oyuna qayıdır. Cavid, yaxşısınız? Nədir problem? Niyə oynamırsınız? Suala xeyra qədər qulaq asmaq istəyirəm. Tez olun. Uğurlar sizə. Biraz tələsin. Davam edək. Ağşanı və qaraşanı hansı? Rəşad? Üzüm. Ağşanı və qaraşanı hansı meyvənin sortlarıdır deyə sual verəcəkdim və əlbəttə ki, Rəşad, siz haqlısınız. Rəşad indi 5 bal toplayır. Rəşad, cəmi bir addım qalıb ki, siz bugün qalib olasınız. Odur ki, özünüzü toplayın. Davam edək, növbəti sual. Sevil və Almaz piyeslərini Bəxtiyar? Cəfər Cabbarlı. Sualı bilirdinizmi? Sevil və Almaz piyeslərini hansı dramaturgumuz yazıb? Və əlbəttə ki, Bəxtiyar, siz haqlısınız. Cəfər Cabbarlı. İndi Bəxtiyarın da 5 xalı var və bu dəqiqə çox mürəkkəb bir yarışdır. Rəşadla Bəxtiyarın arasında. Davam edək, növbəti sual. Kimin doğum günü 25 dekabr Milad? Rəşad? İsa Peyğəmbər. Sual nə idi? İsa Peyğəmbər. Kimin doğum günü 25 dekabr Milad bayramı adı ilə Xristiyan aləmində qeyd edilir və əlbəttə ki, Rəşad Təhməzli 6 balı siz topladınız və siz bugünün qalibi. Bravo sizə. Amma dostlar, heç də bundan az olmayan alqışlar Bəxtiyar Nəzərli üçün və Cavid Xasızadə üçün. Bəxtiyar və Cavid, çox maraqlı oyuncusunuz, amma heç üzülməyə dəyməz. Biz burada, əlaçı burada, gəlin yenə də oynayacağıq. Amma mən məmnuniyyətlə deyəcəyəm ki, bugünün, mövsümün ilk verilişinin qalibi məhz o oldu, Rəşad Təhməzli. Rəşad, siz bugün evə əli boş getməyəcəksiniz. Siz özünüzlə bərabər bu əla diplomat olacaqsınız. Mən əlinizi sıxmaq istəyirəm sizin. Çünki həqiqətən çox maraqlı oyun idi. Diplomdan müğayət olun. Biz sizinlə mövsümün finalında mütləq görüşəcəyik. Dostlar, siz də yaxın gəlin. Çünki həqiqətən siz layiqli oyuncusunuz. Baxacağıq kameraya. Siz də gəlin əlaçıya. Siz də əlaçı olun. Sağ olun, salamat qalın.